Bilirsiniz, ölüm müəmmalı bir anlayışdır. İnsanlar, ölümün də görünən üzü bizim gördüyümüz hissəsi sərtdir, qorxuncdur. Ölümdən qorxmamaq özü bir mənəvi məqam hesab edirəm ki, insan bir dərəcəyə çatır ki, ölümü rahat qəbul edə bilir. Can verir, dünya ilə vidalaşır, yaxınları, övladları ağlayır, onu çininə götürüb aparırlar, sonra torpağın altına qoyurlar. Bu bir qədər qorxuncdur, amma ölümün pərdə arxası var. Dinimiz bize deyir ki, ölüm son değil, başlanğıcdır. Siz dünyaya gələndə ağlaya-ağlaya doğulursunuz. Bütün insanlar dünyaya gələndə ağlayır və hamı onu gülə-gülə qarşılayır. Və buyurulur ki, bacarırsınızsa elə yaşayın ki, siz dünyadan gülə-gülə gedəsiniz, sizi ağlaya-ağlaya yola salsınlar. Yəni bu doğrudan da uğurlu həyatdır. Ölüm haqqında düşünmək ömrü azaltmır. Əksinə hədislərimizdə var, ölümü çox düşünən insanlar daha çox yaşayır. Şücaətli kişilərin dəfni bir başqa cür olur. Həyatda biz çox görmüşük, eşitmişik. Bir başqa şəkildə olur. İnsanlar daha çox yanır. Deyir, bu bir sənin oğul idi. Şəhid atalarına dəstək olurdu, şəhid analarına dəstək olurdu. Şəhid analarla görüşündən sonra özünə gələ bilmirdi. Yəni, mən yaddadır, o həmişə özünü saxlayırdı, ağlamağa imkan vermirdi, emosiyalarını saxlayırdı. Amma elə bir vəziyyətə düşürdü ki, yəni, o sonra ayıcı necə eləyə görə özündə deyildi. Şəhid anaları xüsusən ona belə deyək, daha çox yandırırdı. Gündə 3 şəhid dəfninə gedirdi. Gecələr yatmırdı, səhər tezdən saat 10-da filan şəhidin dəfninə, saat 11-də filan şəhidin dəfninə çatdırmalıyam. Ancaq bəs bunu necə eləyək, hamısı çatdıra bilməyəcəksən, nə qədər canın var,